Beyin daha sürətli işləyir, beyin daha aktiv olaraq işlədiyinə görə təhlükəsiz olduğu üçün bunu daha rahat qəbul edə bilərik. Sürət və performansı artırır, dözümlülüyünü sürətləndirir, məşq zamanı əzələ kütləsini artırır. Все, 2 dəqiqədir. Все, davay, getdin. Salam dostlar, bu dəfəki mövzumuz kreatin haqqında olacaq. Kreatin son illərdə ən çox araşdırılma aparılmış bir qida əlavəsidir ki, hansı ki, idmandan əvvəl, idmandan sonra və ya istirahət günlərində kreatindən istifadə edirlər. Bu, son illər ərzində bu yoxlanışlardan keçdiyinə görə ən təhlükəsiz qida əlavəsi sayıldığına görə demək olar ki, hər bir kəs kreatini rahat istifadə edə bilər, əsasən də əlbəttə ki, idmanla məşğul olanlar. Kreatin nədir dostlar? Kreatin təbii olaraq bədənimizdə olan və enerji istehsalını dəstəkləyən birləşmədir. Xüsusilə idmançılar və aktiv həyat tərzi keçirən insanlar üçün çox faydalıdır. Kreatinin necə işlədiyini və nəyə faydalı olduğunu bugün sizə ətraflı olaraq danışırım. Birinci müsbət cəhət odur ki, kreatin enerji hissiyatını artırır, enerjini artırır. İdmandan əvvəl 5 qram kreatin qəbulu idmanın daha enerjili keçirməyinizə və ümumiyyətlə enerji hissiyatına çox yaxşı təsir göstərir ki, hansı ki idmançıların çoxsu da idmandan əvvəl kreatini içib, idman ərəfəsində daha enerjili olaraq daha yüksək performans göstərməyə nail olur. İkinci müsbət cəhət odur ki, kreatin əzələ kütləsini artırır. Bu əzələ kütləsini artırmaq deyəndə, yəni kreatin elədir ki, əzələnin bərpasını sürətləndirir, dözümlülüyünü sürətləndirir. Məşq zamanı biz kreatin içdikdən sonra həm enerjimizin daha yüksək olduğuna görə, həm də gücümüzün daha çox olduğuna görə biz daha ağır çəkilər qaldırıb, daha ağır məşq edib və daha yüksək nəticə ala bilərik və bunun köməyi ilə əzələ həcminin artırmasında birbaşa olaraq köməklik göstərir kreatin. Üçüncü faydası odur ki, məşqlərdə məşq gücünü artırır, insanın gücünü artırır. Yəni biz kreatin içdikdən sonra məşqdə daha enerjili, daha güclü olduğumuza görə, daha ağır çəkilər gördüyümüzə görə biz məsəl üçün kreatini içib məşqə gedib eyni çəkidə işləmək tövsiyə olunmur. Kreatini içdiksə məşqdə hər məşq, hər podxod məşqin ağırlığını, çəkisini qaldırdığımız ağırlığı qaldırmalıyıq və buna görə kreatin insanın ümumi məşq ərəfəsində gördüyü ağırlığı, çəkini artıraraq insanın ümumiyyətlə növbəti məşq üçün insanı daha güclü eləyir və bəli, əgər kreatin içirsinizsə həmişə mütləq şəkildə çəkinizi 2 kilo yarım, 5 kilo olsa da artırın. Yəni qaldırdığınız çəkini artırmaq tövsiyə olunur. Dördüncü müsbət cəhət odur ki, əzələnin bərpasını sürətləndirir. Əlbəttə ki, kreatin indiki proteinlərin hər birinin tərkibində demək olar kreatin, BCA, glutamin var ki, hansı ki, əzələnin bərpasını qüvvətləndirir, sürətləndirir və kreatin ümumiyyətlə nədir? 5 qram kreatin 1 port kreatində hansı ki, qəbul olunur. Bu təxmini desəm hardasa 2-3 kilo ətdə olan bir şeydir. Biz 2 kilo ət yeyə bilirik? Xeyr, əlbəttə ki, mümkün deyil. Yəni həm bizim mədəmiz bunu götürməz, həm də bu iqtisadi olaraq hər gün o qədər ət yemək mümkün deyil. Ona görə kreatin biz hər zaman məşqdən əvvəl, məşq zamanı, məşqdən sonra əzələnin bərpasını sürətləndirir. Hansı ki, bizim əzələmiz bərpa prosesini adətən istirahət vaxtında keçdiyinə görə bizim hər zaman bədənin kreatinə ehtiyacı var və dördüncü müsbət cəhəti odur ki, əzələnin bərpasını sürətləndirir. Beşinci müsbət cəhəti odur ki, beyin funksiyalarını dəstəkləyir. Dostlar, beyin funksiyaları deyəndə nəyə nəzərdə tuturuq? Yəni kreatin içdikcə enerji çoxalır, beyinə qan daha yaxşı gedir, konsentrasiya hissini çoxaldır və kreatinin daha bir üstün cəhət odur ki, beynin yaxşı işləməyinin dostudur, beynin yaxşı işləməyinə kömək olur və bu da 5-ci müsbət cəhətdir. 6-cı müsbət cəhət odur ki, dostlar, qocalmanı ləngidir. Beyinə daha çox enerji getdiyinə görə, hava getdiyinə görə, beyinə daha çox qan getdiyinə görə, beyin daha sürətli işləyir, beyin daha aktiv olaraq işlədiyinə görə qocalmanı ləngidir. Bu da 6-cı müsbət cəhət. 7-ci müsbət cəhət odur ki, kreatin su balansını qoruyur. Yəni ki, bədəndə suyu özündə saxlayaraq bədənin əzələnin daha formada olmağını təmin eləyir və ümumiyyətlə su hər birimizin həyatında vacib olan bir şeydir və bədənimizin ehtiyat hissəsində nə qədər çox su olsa, o qədər bədənimiz onu düzgün istifadə edə biləcək. Bu da 7-ci müsbət cəhətdir ki, su balansını qoruyur.
8-ci müsbət cəhət odur ki, sürət və performansı artırır. Əlbəttə ki, əvvəlki müsbət cəhətlərə də bunun əlaqəsi var. Yəni sürət və performans nəzərdə tutulur. Biz kreatin içib məşqə girəndə daha sürətli oluruq, daha performanslı oluruq, daha güclü oluruq, daha enerjili oluruq və bu birbaşa olaraq idmanın performansına, gücünə, sürətinə təsir göstərir. Məsəl üçün biz 1 saat, saat yarım ərzində görə biləcəyimiz məşqi kreatin içib 30 dəqiqə, 45 dəqiqə olaraq intensiv məşq görüb və performansa yaxşı təsir göstərə bilər. 9-cu müsbət cəhət odur ki, dostlar, əzələ yorğunluğunu azaldır. Əzələ yorğunluğu nədir? Biz idman elədik, bu gün əzələlərimizi dağıtdıq və səhərsi gün, ondan sonraki günlər əzələnin bərpasına maksimum kömək olur kreatin. Əzələnin yorğunluğunu götürür, əzələyə daha çox qan gedir və əzələdə müsbət effektlər başlayır baş verməyə ki, hansı ki bu hər bir idmançı üçün mütləqdir ki, dincəlmə fazasında dincəlsin və kreatin buna bilavasitə kömək olur. Dostlar, 10-cu müsbət cəhət odur ki, təbii və təhlükəsizdir. Bu araşdırılmalar da bunu göstərib. Hər bir özünüz açıb hər bir statisiyada oxuya bilərsiniz ki, ayrı-ayrı statiyalar var, ayrı-ayrı forumlar var ki, hansı ki təbii və təhlükəsiz olduğu haqqında ətraflı məlumat verirlər və düzgün dozada heç bir problemi yoxdur. Ancaq müsbət nəticələri var, müsbət effektləri var idmançıya, idmanla məşğul olan hər bir kəsə və təhlükəsiz olduğu üçün bunu daha rahat qəbul edə bilərik və daha rahat mən də sizə bunu tövsiyə edə bilərəm ki, kreatini qəbul edin. Kreatin dozası ortalama olaraq standart olaraq 5 qramdır. Kreatin monohidrat adlandırılır. Bir neçə kreatin növü var və ən effektiv monohidratdır, hansı ki hər bir kəsə lazımdır, hər bir idmançıya lazımdır və idmançı bilavasitə olaraq kreatindən istifadə edərək öz gücünü, performansını, idman nəticələrini, idman göstərişlərini yaxşılaşdıra gedir. Bəli dostlar, əgər idmanla məşğul olursunuzsa, protein qəbul edin, çoxlu zulalı yeyin, idmandan əvvəl kreatin qəbul edin, idmandan istirahət etdiyiniz günlərdə belə hətta yenə kreatin lazımdır qəbul edin və sağlamlığınıza diqqət edin dostlar. Növbəti görüşlərdə görüşərik. Əlbəttə ki, kanalıma abunə olun, komment yazın, fikir bildirin. Mənə maraqlıdır hər birimizin fikri, kommenti və mən də rəylərinizi görüb daha da həvəslənib və daha da belə insana yaxşı təsir edə bilən idman qidaları haqqında ətraflı məlumat verin. Sağ olun dostlar.